Davam edirik. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrının təşkilatçılığı ilə Naxçıvanda mötəbər bir mədəni tədbir start götürüb. Ötən gün Naxçıvanda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü il dönümünə və Naxçıvan Teatrının 143 illiyinə həsr olunmuş Şərqin Qapısı Teatr Festivalının rəsmi açılış mərasimi keçirilib. Əvvəlcə festival iştirakçıları və rəsmilər Ümumli lider Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında ucalanan abidəsini ziyarət edib, abidə önünə gül dəstələri düzüblər. Naxçıvan Dövlət Milli Dram Teatrında davam edən açılış tədbirində Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirinin müavini, nazir səlahiyyətlərini icra edən Həsən Seyidov, Ulu Öndər Heydər Əliyevin milli mədəniyyətimizin inkişafına göstərdiyi diqqət və qayğıdan bəhs edib və bu qayğının bu gündə davam etdirildiyini vurğulayıb. Qeyd olunub ki, 7 may 2026-cı il tarixində imzalanan sərəncamlarla bir qrup incəsənət xadiminə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü və mükafatlarının təqdim edilməsi sənət adamlarına verilən yüksək dəyərin növbəti təzahürüdür. Təltif olunanlar arasında Naxçıvan Muxtar Respublikasının mədəniyyət və incəsənət nümayəndələrinin də yer alması xüsusi vurğulanıb. Naxçıvan Dövlət Milli Dram Teatrının direktoru Mirqabil Əkbərov festivalın Naxçıvan teatr mühiti üçün əhəmiyyətindən danışıb, tədbirin teatrlar arası yaradıcılıq əlaqələrinin inkişafına mühüm töhfə verəcəyini bildirib. Mərasimin bədii hissəsində festival üçün xüsusi hazırlanan mahnılar ifa olunub. Naxçıvan Teatrının aktyorlarının təqdimatında Şuuraltı Kölgələr tamaşasından bir parça nümayiş etdirilib. Özüm şeytan olmasaydım. Şeytana millənət olarım. Biz Şuşa Teatrı olarak bugün bu festivalda iştirak edirik. Şərqin Qapısı festivalında iştirak edirik. Yani Hüseyin Cavidin bu torpaqdan olan böyük ədibimiz, dramaturgumuz Hüseyin Cavidin ana piyesi ilə Naxçıvan Milli Dram Teatrına təşrif buyurmuşuq. İnşallah mayın 10'u tamaşa oynanılacaq, Şuşa Teatrının ifasında olacaq səhnədə. Bütün tamaşaçılar, bütün Naxçıvanlıları dəvət edirik ki, tamaşaya gəlsin. Çox gözəl, mən Naxçıvanda birinci dəfəm də oluram, amma çox böyük belə gözəl bir aurası var. Təbiəti də, insanları da çox isti, elə əsl şərq temperamenti var bugün Naxçıvanda. Xüsusi bir ab-havadır. Antalya'dan geliyorum ben. Antalya'da drama ve tiyatro çalışmaları yürütüyorum. Performans drama diye benim de bir ekibim var. Orada yine drama çalışmaları ve tiyatro üzerine çalışmalar yürütüyorum. Naxçıvan'a ilk defa geldim Samet Hoca'nın davetiyle. Bir defa şehir olarak tam bir ütopya. Yani inanılmaz, tertemiz, her taraf o kadar güzel, o kadar hayal ötesi bir şehir. Ve sanatın bu kadar toplumla iç içe geçmesi inanın o kadar gurur verici bir şey ki çok çok keyifli benim için. Ve bu festivalde yer almaktan çok mutluluk ve gurur duyuyorum. Bugün deməli xoş günlərdən biridir. Çünki Naxçıvanda Şərqin Qapısı adlı bir festival keçirilir. Bu bildiyim qədərilə ilk festivaldır, teatr festivalıdır və bizim üçün də çox sevindirici haldır. Biz də öz töhfəmizi verməyə çalışdıq və Gogolun Şirin tamaşası ilə Dövlət Pantomim Teatrı adından çıxış edəcəyik və düşünürük ki, tamaşaçılar bəyənərlər və bu tip festivallar daha da geniş vüsət alar və daha da çox yayılır. Günün davamında Azərbaycan Dövlət Pantomim Teatrı tərəfindən Nikolay Vasilyeviç Gogolun Şinel əsəri əsasında hazırlanmış eyni adlı tamaşa teatr sevərlərə təqdim olunub.
festival çərçivəsində burada iştirak eləmək bizim üçün həqiqətən də çox bayramdır. Həqiqətən bir xoş bir mərasimdir. Yəni burada iştirak eləmək, həm tamaşaçıların isti qarşılamağını hiss eləmək, həm də rəhbərliyin belə bir festivalı təşkil eləməyi bizim üçün çox önəmli bir şeydir. Yəni teatrların bir-birini tanımağı, teatrların bir-biri ilə əlaqəsi olması bu əslində çox gözəl bir başlanğıcdır. Yəni işin tempinə, işin teatr inkişafına daha böyük səmərə yetirə bilər və mən düşünürəm ki, Naxçıvan şəhərinin sakinləri bizim tamaşa haqqında böyük bir təəssüratla getdilər. Çünki mən zaldan aldığım enerji, yəni hər dəfə aldığım enerjilərdən deyildi. Əsər çox balaca olsa da içində böyük mesajlar var. İndiki tamaşamızda da biz heç bir sözdən istifadə etmədən plastika, rəqslər və jest mimikalarla biz bir neçə mesajlar göndərməyə, ötürməyə çalışdıq tamaşaçılarımıza və tamaşaçıların bizim onlara göndərdiyimiz enerji və onların bizə geri ötürdüyü enerjidən bizə bəlli oldu ki, biz istədiyimizi bugün çatdıra bildik və Şinel vasitəsilə çoxlu mesajlar artıq bizim tərəfimizdən göndərildi və müsbət qəbul olundu. Sonda Mədəniyyət Nazirinin müavini Həsən Seyidov aktyorlarla görüşüb, onlara uğurlar arzulayıb, belə görüşlərin davamlı olacağını vurğulayıb. Qeyd edək ki, 8-11 may tarixlərini əhatə edəcək festival zəngin mədəni proqramı ilə diqqət cəlb edib. Proqram əsasında müxtəlif ustad dərsləri, panel müzakirələr təşkil olunacaq. Hər günün sonunda Pantomin Teatrı, Azərbaycan Dövlət Akademik Rus Dram Teatrı, Şuşa Dövlət Musiqili Dram Teatrı kollektivlərinin hazırladıkları tamaşalar təqdim olunacaq. Həsən Məmmədov, Rəşid Əkbərov, Cəmil Məhərrəmov, Emin Novruzov, NTV Xəbər.